Salam əziz kanal izləyiciləri. Bu günlərim Azadlıq prospektində Zəngəzur Uşaqlıq Sarayında üzbəüz məhəllədə belə bir 2 mərtəbəli geniş həyətli evimiz satışa çıxıb. Gördüyünüz kimi bu evimizin geniş və rahat həyət hissəsi var. Özünə şəxsi tikili evdir. Evimizin üz hissəsi ağlay daşla üzlənib. Birinci və ikinci mərtəbə arası monolit betondur. Özülü beton qoşa daşla inşa olunub. Yerləşmə yerinə evin özünə söz ola bilməz. 41 nömrəli marşrut xətti evin tam yaxınlığından işləyir. Girişdə belə geniş və rahat dəhliz hissəsidir. Gördüyünüz kimi çox gözəl şəkildə möhtəşəm bir evdir. Gözəl şəkildə dizayn olunub. Yer istipoldur. Birinci mərtəbədə, ikinci mərtəbədə yerli monolit istipoldur. Keramogranitdir. Hindistanın keramogranitidir. Bilənlər bilir bunun qiymətini. Ən bahalı keramogranitdir. Sol tərəfdə belə geniş və rahat qonaq otağıdır. Gördüyünüz kimi çox gözəl şəkildə dizayn olunub evimiz. Həqiqətən möhtəşəm bir evdir. Burada evimizin pəncərəsidir. Daha doğrusu qonaq otağım. Özünə gözəl şəxsi tikili ev axtaranlar üçün tam mükəmməl bir evdir. Yerləşmə yerinə də evin özündə söz ola bilməz. Qeyd etdiyim kimi evimiz Azadlıq prospektində yerləşir. Azadlıq metrosuna cəmi 10 dəqiqəlik məsafədədir. Sağ tərəfdə belə gözəl mətbəxi var evimizin. Mətbəx mebeli kombi evin daxilində qalacaq, qiymətə daxildir. Birinci və ikinci mərtəbədə də mətbəx mebellər var. Evin daxilində qalacaq, qeyd etdiyim kimi qiymətə daxildir. Burada birinci yataq otağıdır. İkinci mərtəbənin 11 evimiz 7 otaq, 2 mətbəx, 3 sanitar qovşaqdan ibarətdir. Həqiqətən ideal bir evdir. Həyətində 2 maşın rahatlıqla yerləşir. Sayğaclar qurlaşdırılıb. Mərkəzi kanalizasiya sistemidir. Burada sol tərəfdə belə bir qaydırma otağı var, gördüyünüz kimi. Həqiqətən ideal bir evdir. Sağ tərəfdə burada belə bir yataq otağıdır, gördüyünüz kimi. Uşaqlar üçün nəzərdə tutulmuş deski yataq otağıdır. Birinci və ikinci mərtəbəni qeyd etdiyim kimi yeri istipoldur. Monolitdir. Birinci mərtəbədən ikinci mərtəbənin ara kəsməsi. Burada da geniş belə yataq otağıdır. Həqiqətən ideal bir evdir. Bu yataq otağının daxilində sanitar qovşağı da var. Sadəcə aksesuarlar quraşdırılmayıb. Burada da belə bir sanitar qovşağıdır, ikinci mərtəbənin. Gördüyünüz kimi. Həqiqətən çox gözəl evdir. Nəzərinizə çatdırım ki, kondisioner evin daxilində qalacaq, qiymətə daxildir. Kondisioner kombi
ve iki yatak mətbəx mebeli evin daxilində qalacaq, qiymətə daxildir. Burada da həyətində sanitar qovşağıdır, gördüyünüz kimi. Ümumilikdə evimiz 2,5 sotda yerləşir. Bu da birinci mərtəbənin gördüyünüz kimi. Çox gözəl görsənir buradan. Həqiqətən idealdır. Burada da yer istif oldu. Birinci mərtəbənin qonaq otağıdır bu. Evimiz çox ucuz qiymətə, dəyərindən qat-qat aşağı qiymətə satışa çıxıb. Real müştərilər səhv onunla əlaqə saxlasınlar. Həqiqətən əldən qaçırılası bir evdir. Gözəl bir variantdır, gözəl bir evdir. Çox gözəl şəkildə dizayn olunub. Evin özünə də dizaynına da söz ola bilməz. Burada bir mətbəxidir. Burada bir yataq otağıdır birinci mərtəbənin gördüyünüz kimi. Kondisioner də evin daxilinə qalacaq. 2 dənə kondisioneri var. Burada da bir otağıdır. Bunlar düzdür, kladovka kimi istifadə edirlər. Amma bildiğimiz yataq otağıdır. Bu evlə bağlı kim sual olsa səhifədəki nömrələrini əlaqə saxlasınlar. Çox gözəl bir evdir, həqiqətən. Çox gözəl yerdə yerləşir, yerləşməyinə də evin özünə də söz ola bilməz. İdeal bir evdir, möhtəşəm bir evdir. Real müştərilər səhifədə onun nömrəyə əlaqə saxlasınlar. Sağ olun, salamat qalın.